Azad edilən, abadlaşdırılan, günü-gündən inkişaf edən bölgələrə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Yenidən qurulan müasir Kəlbəcər şəhərinə geri dönənlər arasında Babayevlər ailəsi də var. Ailə başçısı 84 yaşlı keçmiş həkim Həsən Babayev deyir ki, 51 yaşında tərk etdiyi doğma Kəlbəcərə ahıl yaşında qayıtsa da, burada keçirdiyi hər gün onu gümrahlaşdırır, ömrünə ömür qatır. Sevinirik. Mən könüllü olaraq müraciət eləmişəm. Deməli, Nazirlər Kabinetinə, ondan sonra Qaçqıkoma ki, mən həyatımın son illərini öz rayonumuzda yaşamaq istəyirəm, öz yerimizdə. Qismət ilahi, nə qədər yaşaya bilərəm, yaşaya bilərəm. İndi şükür, yaxşıdır, hər şey yaxşıdır, şəraiti də yaxşıdır. Evdəki hər şey, qaz, su, kombi işləyir. Əvvəlkindən də yaxşıdır. Allah bu günləri bizə göstərənlərə, şəhərlərimizə rəhmət eləsin, qazilərimizə uzun ömür versin. Dövlətə, prezidentimizə can sağlığı arzulayıram. Bugün Kəlbəcərlilər doğma yurtda təkcə illərlə həsrət qaldıqları ocaqlarında yaşamaq üçün yox, həm də qrup yaratmaq, böyük qayıdışın iştirakçılarından olmaq üçün dönürlər. Onların hər birinin qəlbində Kəlbəcərin parlaq gələcəyinə böyük bir inam var. Qürur verici bir andır. Dövlətimizə təşəkkür edirəm, cənab prezidentə təşəkkür edirəm. Azərbaycan hələ bugünkü qədər güclü bir dövrünü yaşamayıb son 200 illik tarixində. İş və böyük bir qələbədir. Bu günləri bizə yaşadan Allah şəhidlərimizə rəhmət eləsin. Dövlətimizin daimi qayğısı, diqqəti hiss eləyirik. Siz burada Azərbaycanın bir kiçik parçasını yox, hardasa dünyanın ən unikal, ən yaxşı, belə yaxşı nə varsa, onun hamısını deyə biləcəyimiz bir məkandayıq. Hazırda Kəlbəcərdə dövlət başçısı tərəfindən təməli qoyulmuş bir sıra layihələrin icrası davam edir. Yeni yaşayış məhəllələri, təhsil kompleksi, otel və istirahət parkı tikilir, yollar və tunellər inşa olunur. Rasim Əziz, Şəhla Poladova, Fərrux Qafarov, Xəzər xəbər.